Niyə susub, niyə addım atmır, nəyi gözləyir? Yaxın bir vaxtdır ki, ya incimisiz, hərəviz özünüzə çəkilmisiniz, ya nə bilim ayrılıq cümlələri işlənibdir. Amma maksimum bir ay ərzində olan söhbətdən gedir. Bir aydan o tərəfki ayrılıqlara aid deyil. Yəni burada bu paylaşımda gəlib heç kim yazmasın ki, 7 ildə ayrılmışıq, hələ addım atmır və s. 7 ildir cəmat 7 gün gözləmir. 7 il gözləmək də səhvsizdədir. Okey, gəlin baxaq. Yəni 7 ildə cəmaatın 77 dənə həyatından insan gəlir ki və tarixə arxivə qarışır. Nəysə, okey, maksimum 1 aydır, nə bilim 2 həftədir, 1 həftədir. Əlaqə saxlanmırsınız və sənə maraqlıdır. Niyə addım atmır, nəyi gözləyir? Hazırda özü hansı enerjidədir? Ümumiyyətlə, başı nəyə qarışıqdır? Gəl buna baxaq. Özü hansı enerjidədir? Hal-hazırda özü narazıdır, həyatından narazıdır, seçimlərindən, qərarlarından narazıdır, qəlb qırıqlığı yaşayır, münasibətlə əlaqədar, ilişki ilə əlaqədar, yəni, belə deyim də, bir planlar hazırlayır özü üçün. Amma planları alt-üst olur, belə deyim. Bu dəqiqə, yəni, bu sənin addım atmağınla əlaqədar narahatdır çox güman ki. Çünki bu dəqiqə bunun xəyalın, nəyi plan qurubdursa, hamısı alt-üst olubdur bu vəziyyətdədir. Başı nəyə qarışıqdır? Əslində özünü yalandan məşğul kimi göstərə bilər. Yəni, özü üçün başı öz illüziyalarına qarışıb. Yəni, bir var həqiqi bir durum var, tutaq ki, həqiqətən bu çalışqandır, işləyir. Bir var ki, bu illüziya yaradır ki, hə, mənim başım qarışıqdır, falandır. Sənə belə bir illüziya göstərməyə çalışır. Və yaxud da ki, ətrafdakılara ki, hə, bu insan heç nə düşünmür, başı qarışıq. Əslində bu dəqiqə nə ilə məşğuldur, nə işlə məşğuldur, əslində nə ilə məşğuldur. Özü özünü də aldadır, mən sənə deyim, özünə motivasiya verir, amma bunun hansısa bir xəyalı var imiş ki, mən uğur qazanacağım, işlə əlaqədarmı, hansısa bir məsələ ilə əlaqədarmı, o alt-üst olubdur bu dəqiqə. Bunun xəyalları, bunun planları alt-üst olubdur bu dəqiqə. Yəni, bu bununla əlaqədar məşğuldur bu dəqiqə. Okey, gəl belə baxaq. Sənlə əlaqədar nə düşünür? Gəl belə baxaq. Sənə qarşı hansı enerjidədir? Birinci buna baxaq. Hazırda səni necə bir olaraq görür? Buna baxaq və hazırda sənin hansı enerjide olduğunu düşünür və yaxud da ki, nə etdiyini, nə düşündüyünü düşünür. Sənə qarşı hansı enerjidədir? Bu insan ola bilsin, ya səni gizli şəkildə izləyə bilər, ya iş yolundan əlaqədar, ya hansısa bir açıq səhifən varsa, oradanmı, iş səhifən, hər nədirsə səni gizli şəkildə izləyir. Çünki izləmədədir bu dəqiqə. Və belə deyim də, enerji olaraq da özünü göstərmədən izləyir. Enerjisi nədir sənə qarşı? Enerjisi nədir sənə qarşı? Hansı enerjidədir? Askıya salıbdır hər bir şeyi, askıya alıbdır və ümid eləyir ki, addım atacaqsan və s. Səni necə bir olaraq görür hazırda? Hazırda səni ümumiyyətlə nə düşündüyünü görmür. Yəni, bu fikirləşir ki, bu artıq fərqli davranır. Belə deyim də, sənə olan xəyalları, sənin haqqında düşüncələri alt-üst olur. Yəni, bu tutaq ki, əmin idi ki, sən yalvarıb arxasınca gedəcəksən və yaxud da ki, neysə ölüb bitəcəksən, onu eləmirsən. Səni fərqli olaraq görür, yəni. Deyir ki, mən başqa cür düşünürdüm onun haqqında, bu tamam başqa cür imiş. Mənim bütün fikirlərim alt-üst olur. Bu deyəsən fərqli enerjilərdədir artıq. Və belə də bir şey var ki, tamamilə bitirdiyini düşünür. Yaxşı, sənin ona qarşı nə hiss etdiyini düşünür. Sənin ona qarşı nə hiss etdiyini düşünür. O bilir ki, sən gözləyirsən onun addım atmağını, onun, nə bilim, sürünməyini, biraz da ümid eləyir. Bilir ki, elə deyil, istəyir ki, sən üzüləsən, sən, nə bilim, bütün xəyallarının suya düşdüyünə görə, nə bilim, bundan ötürü darıxasan, bunları istəyir, amma görür ki, elə deyil. Gəl baxaq. Sənə qarşı hazırki hissləri nədir? Hissləri nədir sənə qarşı? Hissləri nədir? Əslində bu dəqiqə bunun fikirlərində bilirsən nə var? Bəlkə də belə deyim də, sevgi varmı? Gəl baxaq, sevgisi varmı? Sənə sevgisi, istəyi varmı? Hazırda səhv elədiyini başa düşübmü deyim və yaxud da ki, bu münasibət əslində çox gözəl gedirdi, niyə belə etdim deyəmi düşünür. Bax, belə bir şey var. Hissləri də odur ki, yəni əslində keçmiş münasibətlərin geri qayıtmağını istəyir. Yəni, kəşki əvvəlki kimi olardı deyə düşünür. Bu şeylər var. Sevirmi səni? Gəl, konkret sual verək. Sənə qarşı sevirmi səni?
Səni bilirsən necə bir sevgidir, sənin ona yanaşmanı sevir, sənin ona dəyərini sevir. Bax, belə bir şeydir. Yəni, bu əslində sənin onun həyatında olmağını, sənin onu sevməyini, sənin kimi birini özünə uğur olaraq görür, şans olaraq görür. Burada səni sırf sevir kimi çıxmır. Sadəcə olaraq bu durumu sevir, belə deyim sənə. İndi özün başa düşdüyündə nə demək istəyirəm? Okey, gəl baxaq. Sənə addım atmaq istəyirmi? Sənə addım atmaq, əlaqə saxlamaq istəyirmi? Bilmir nə cür addım atsın. Bilmir necə addım atsın, yollar axtarır bəlkə də, oturur, maraqlanır. Əslində, belə deyim də, bəs səndən addım gözləyirmi? Sənin addım atmağını gözləyirmi? Sənin addım atmağını gözləyirmi? Hə, istəyirsən addım atasan, biraz egosu tətmin olsun, yəni gördün mənsiz qala bilmədin və s. Bunları istəyir. Yaxşı, niyə özü addım atmır sənə? Niyə sənə addım atmır? Sənə niyə addım atmır? Çünki bu istəyir ki, sənin gözündə haqlı olsun, sənin gözündə, belə deyim də, sən onunla çox sərtmi danışmısan və yaxud da ki, hansısa bir şərtlər mi qoymusan, o şərtlərə əməl etmək istəmir. Buna görə də özü addım atmır. Özü addım atmır və həmçinin mən sənə deyim ki, bu insan sənin həyatından uzaqlaşmağı ilahi bir ədalətdir. Çünki bu insan əslində nipastatut себе, yəni sənə əslində layiq deyildi, əslində sənə uyğun deyildi və ilahi ədalət bunu, belə deyim də, uzaqlaşdırıbdır səndən. Sən daha bir gözəl yoldasan əslində. Sən daha gözəl bir enerjiyə doğru gedirsən, sənin enerjin bərpa olur. Gəl baxaq. Addım atacaqmı sənə? Özü səninlə əlaqə saxlayacaqmı? Addım atacaqmı? Gizlin izləyir və bəli, 2 vaxt içində, 2 gün, 2 həftə, 2 ay maksimum, ikili tarixlər, ikisi 22-si, 12-si, ikili vaxtlarda bu insandan sənə hansısa bir addım gəlir. Nə cür addım atacaq? Gəl baxaq, nə cür addım atacaq? Sənə nə fikirlə, nə cür addım atacaq? Nə deyəcək addım atanda? Güya ki, sadəcə salamlaşmaq, heç bir şey olmamış kimi, yəni elə bil ki, prощупывать границы, nədir, sərhədləri yoxlaşdırmaq. Çünki görün bu hələ mənə qarşı, üzü mənə qarşıdırmı, yoxsa uzaqdırmı? Bir bəhanə ilə ata bilər, bir səbəblə ata bilər. Hə, necəsən, yəni biz düşmən deyilik, tutaq ki, belə bir şeylər, yəni ola bilər, belə bir şeylər. Yəni görsün hələ sənin üzün onadır ya deyil. Çünki çox səbr eləyir, gözləyir, sən addım atmasan, zaten özü addım atacaq. Gəl baxaq. Çünki, amma yəni baxın, bəs münasibətinizi bərpa etməyi təklif edəcəkmi? Münasibətinizi bərpa etməyi təklif edəcəkmi? Yox, münasibəti bərpa etmək yox. Yəni bu insan istəyir ki, bu addım atsın, sən buna təklif eləyəsən. Çünki bu münasibət bərpa etmək deyil. Bu sadəcə olaraq salam necəsən kimi tipli bir şeydir və ya fərqli bir sual vermək tipli bir şeydir. Bu istəyir ki, o addımı sən atasan. Niyə münasibəti bərpa etməyə təklif etməyəcək? Səbəb nədir? Çünki əslində istəmir. Yəni bu məsuliyyətin altına girmək istəmir. Sadəcə olaraq yəni enerjisi tükənir, səndən enerjimi alırmış və yaxud da ki, çox boşluğa düşür, ona görə addım atır ki, görüm hələ necədir. Gəl baxaq. Bəs barışıq olacaqmı? Barışıq olacaqmı aranızda? Barışıq olacaqmı? Yox, barışıq olmamalıdır. Olacaqmı? Yox, ola da bilər. Bağışlaya da bilərsən. Yəni təkrardan ona şans da verə bilərsən. Amma yəni barışıq olmamalıdır. Çünki bu barışıqdan sonra gözləntilərimin düzələcəyini görürsənsə, yəni təkrardan münasibətiniz maneə əngələ minə bilər. Yəni məsləhət deyil barışmaq. Sadəcə yəni gözdə gəlsin, sözünü de və bu geçtaliti bağlamalısan. Sırf budur. Buradan gedir söhbət. Gəl buna baxaq. May ayında ondan addım olacaqmı? May ayında ondan addım gələcəkmi sənə? Bəli, may ayında ondan sənə hansısa bir addım gələcək, yəni görəcəksən. Aldım, qəbul etdim, yaz ətrafı baxım üçünsə profilimdəki nömrə ilə əlaqə saxlayın.